Qurban malqaradan olur. Bəhimətul ən'am deyilir ona. İşte bəhimətul ən'am Quranda. Bəhimətul ən'am malqaraya deyilir. Malqara nədir? Malqara dəvə, inək, qoyun. Buna malqara deyilir. Sən at aiddir. At belə yeyə bilərsən. At əti halaldır. At əti ama qurban olmaz. Xoruz əti halaldır. Ama qurban olmaz. Xoruzdan qurban olmaz. Qurbanlıqda qurban olmaz. Deməli, qurban nədən olur? Bəhimətul ən'am. Dəvədir. Əlbəttə, əfsəli nə qədər kök olursa, böyük olursa, qiymətli olursa, o qədər əfsəl olur. Allah Teala buyurur, yəni sizin kəsdiyiniz qurbanların nə ətləri, nə qanları Allah'a çatır. Yəni Allah'a çatan nədir? Sizin təqvanızdır. Yəni qurban deyildiği zaman əsas o qanın axıdılmasıdır.